Salam, dəyərli izləyicilərim, hər vaxtınız xeyir olsun. Bu günləri mən sizə Xırdalanda 2-ci Milyonerlər məhəlləsindən şəxsi tikili 4 sot torpağında inşa olunmuş 2 mərtəbə, 4 otaqlı belə gözəl həyət evi təqdimatına gəlmişəm. İlk təqdimata başladım həyət hissəsindən. Bura həyətimizdir. Bar verən meyvələrində var. Şəxsi tikilidir, ev sahibi hal-hazırda evdə yaşamır, yəni yaşayış evimizdə yoxdur. Özü xaricdə yaşadığı üçün o evi satır. Qeyd edim ki, sizə həyət hissəsini təqdim edim. Buradan qaraj hissəsi var. Qaraj hissəsini istəyə uyğun bölmək də olar, otaq kimi də istifadə etmək olar. Bura yay besetkasıdır. Gördüyünüz kimi bura yay besetkası, əyləşmək üçün rahat yeri, həyətinə rahatlıqla maşın daxil ola bilir. Yerləşmə yeri 8 nömrə məktəbin yaxınlığıdır. Bakı qarşı şosesinə də tam yaxın bir ərazidə yerləşir. 4 sotda inşa olunubdur. Qoşadaşla, monolit betonla şəxsi təmirdir. Buradan evin arxasına keçidi var. Burada bar verən ağaclar var. Həqiqətən özündə tikili, şəxsi tikili, qoşadaşla, 4 sotda rahatlıqla, baxın, belə bir, burada geniş həyəti var. Evin yəni içərisindən bura həyətə keçid də var idi. Keçid sizin də evlə tanış eləyəndə görəcəksiniz, o otaqda sizə təqdim edəcəm. Gördüyünüz kimi bura giriş hissəsidir buradan da. Burada da həyəti var, bağçası var. Yerləşmə yeri əla yerdir. Yaxınlığında məktəb, bağça, Bakı qarşı şosesinə tam yaxın yerdədir. Qeyd etdiyim kimi şəxsi tikili bir evdir. Buradan keçək sizi evlə tanış eləyim. Burada evimizin giriş hissəsidir. Həqiqətən şəxsi tikili, qoşadaşla, bahalı parket döşəməklə təmir olunmuş bir evdir. Gördüyünüz kimi buranı otaq kimi də eləmək olar. Bura hətta prosta ev sahibi belə deyək sizə, qaraj kimi istifadə edir. Otaqdan düşdün, maşını qarajından çıxarıb rahatlıqla gedə biləcək yerdir. Girişdə sağ tərəfdə yerləşir mənzilimizin mətbəx hissəsi. Qeyd edim ki, deyilən qiymətə bütün əşyalar daxildir. Heç bir, sadəcə şəxsi əşyalarını götürüləcəkdir. Bura giriş hissəsidir gördüyünüz kimi. Burada yerləşir qonaq otağımız. Təmiri idealdır. Evə həqiqətən söz yoxdur. Çox gözəl bir evdir. Həyət evi, 4 otaqlı həyət evidir. Aşağıda 1-ci mərtəbədə yerləşir mətbəxi, qonaq otağı, sanitar qovşağı. Burada baxın, sanitar qovşağıdır, hamam otağı ilə bir yerdə. Qeyd etdim ki, bura əlavə bir qladovkadır, burada kombisi, tümrütkası. Buradan çıxışı da var. Bayaq göstərdiyim kimi həyətə çıxışı var. Cam balkondan bağlanıbdır. Keçək sizi 2-ci mərtəbə ilə də tanış edim. Bura 2-ci mərtəbədir. 2-ci mərtəbəyə çıxışda sol tərəfdə yerləşir mənzilimizin sanitar qovşağı ilə hamam otağı. Baxın, görün nə böyükdədir. Həqiqətən böyük sanitar qovşağı var. Təmirində bütün demək olar ki, bahalı materiallardan istifadə olunubdur. Bura böyük yataq otağımızın biridir. İstilik sistemi kombidir. Suyu, qazı, işığı daimidir. Tam paket kutusa, evin və torpağın kutusası var. İpotekaya da yararlıdır. Burada qladovka otağıdır. Paltarları asılmaq üçün yer qoyulubdur. Burada isə 2-ci yataq otağıdır. Evdə hal-hazırda yaşayış yoxdur.
Bu gözəl villaya, evə, həyət evinə, yəni baxmaq istəsəyiz, 1 saat, saat yarım əvvəlcədən məlumat verin, gələ göstərək. Açar bizdədir. Burada isə bir dənə yataq otağımız var. Kamera sistemi ilə nəzarətlər biz. 24 saat kamera nəzarəti var. Bütün otaqlarda sistem, kombidə qeyd etdiyim kimi. Buradan da eyvana çıxışı var. Eyvanda da əyləşə biləcəyiz yeri var. Qeyd etdiyim kimi, tam paket kuxa, suyu qaz işığı daimi, ikinci milyonerlərdə, Xırdalanda. Bu evlə bağlı sualınız olarsa, profildə nömrə qeyd olunub, əlaqə saxlayın. Bu gözəl evə siz sahib olun. Həqiqətən yerləşmə yeri. Çox əyladır, çox idealdır, quru bir ərazidir. Yəni təmirində də ki, bütün təmiri bahalı materiallardan istifadə olunubdur. Bu günə bu qədər, diqqətiniz üçün təşəkkür edirəm.